Ayna üzerine resim çəkirəm. 6-cı gün. Bugün keçən dəfə sizinlə paylaşdığım restoranın aynaların üzerine resim çəkməyə başlayacağıq. Yenə resim çəkməyə işdən sonra gecə vaxtı başladım. Gün ərzində işlədiyim üçün bütöv günümü bu işə ayıra bilmirəm. Belə olan halda da fasilələrlə həm səhər, həm də gecə gəlib işimizi bitiririk. Hazırda rəsmi çəkdiyimiz aynalar həm uzun, həm də ki iri həcmli idi. Ona görə də burada da rəsm çəkmək əməli vaxtımızı aldı və yenə də yoldaşımın köməyi ilə müəyyən hissəsini bitirdik. Gecə 2-yə qədər işlədik. Növbəti gün isə qalan işləri bitirməyimiz üçün səhər tezdən gəldik. Bu göstərdiyim rəsmlər isə gecə 2-yə qədər işləməyimizin nəticəsi idi. Əlbəttə 2 çayxor olaraq çay içmədən qətiyyən işimiz getmir. Beləcə başladıq qalan işlərimizi bitirməyə. Mən çəkdiyim rəsmlərin hər birini kənarlarından qara rəngdə kontrollayıram. Çünki elə olan halda rəsmlər daha səliqəli görsənir. Restoranın bu hissəsində 13 ədəd ayna var idi və biz də hər birinə fərqli rəsmlər çəkdik ki, daha dolu görsənsin. Boyamanı bitirməyimizin çox vaxt almasının səbəbi də elə aynaların iri həcmli olması idi. Hər nə qədər yoldaşım belə kömək etsə də işimizi bitirə bilmədik. Son halını isə növbəti vlogda paylaşacağım. Əgər nəticəni görmək istəyirsinizsə, bizi izləməyi unutmayın.